Hər vaxtınız xeyir. Deməli, burada deyir ki, parkda uşaqlar üçbucaq formasında istirahət küçəsi düzəldilər. Uşaqlar üçün düzəldiblər. Bu üçbucağın katetlərindən birinin uzunluğu 16 metr. Deməli, ilk öncə izah vereyim. Düzbucaqlı üçbucaqda deməli, bu hissə hipotenuz adlanır. Katet və katet. Həmişə belə olur. Biraz əyri çəkmişəm. Deməli, katetlərindən biri 16 metr, digəri isə bundan 25% qısadır. Deməli, bir katetimiz 16 metrdir. İkinci katet 1, katet 2. Bundan 25% qısadır. Gəlin 16-nın tənasüblə. 16 özü, bütün ədədlər özlüyündə 100%-dir. X hissəsi 25%-dir. Tənasüb qururuq, qarşı-qarşıya vurulur. X vurulsun 100 bərabərdir 16 vurulsun 25. Deməli, 100x bərabərdir 16 vurulur. Gəlin belə eləyək. Birbaşa vuraq. X bərabərdir 16 vurulsun 25 bölünsün 100. İxtisar eləyək. İxtisarı yəqin ki bilirsiniz. Kəsrin sürəti ilə məxrəc hissəsində duran ədədlər ixtisar gedir. 100 25-ə bölünür 4 dəfə, 25 25-ə 1 dəfə. 16 bu 4-ə bölünür 4 dəfə. Deməli 4 və 1 qalır. X bərabərdir 4 vurulsun 1, bu da bərabərdir 4. Deməli 16-nın 25%-i 4 edir. Amma bizdən 16-nın 25%-ni istəmir. Deyir ki, 16-nın 25%-dən 16-dan 25% qısadır. Yəni 16-nın 25%, 16-nın 25%-i 4-dür. Ondan 4 sm qısa, yəni 12 metrdir. İstirahət küçəsinin sahəsi nə qədərdir? Uşaqlar, belə deyək də, yuxarı siniflərdə biz sahə düsturunu taparkən deyirik ki, belə deyək də, fərqli düsturlardan istifadə edə bilirik. Amma yəni aşağı sinif şagirdləri üçün düzbucaqlı üçbucağın sahəsi düsturu 2də 1 A vurulsun B və yaxud da A vurulsun B bölünsün 2-dir. Burada A və B, yəni A, B bunlar katetlərdir. C hipotenuzdur. A və B hissələri. C hipotenuzdur. A və B 16 vurulsun 12 bölünsün 2. Hər ikisi 2-yə bölünür. Birini bölürük 6 edir. 6 dəfə 16 96 metr edir. 96 metr kvadratı daha doğrusu. Deməli, bu istirahət küçəsinin sahəsi 16, daha doğrusu 96 metr kvadratıdır. Belə. Təşəkkürlər.